Çox üzr istəyirəm, bu ifadələr bəlkə də minbərdən demək yaxşı deyil, amma bəzən də başqa çarə qalmır. Bizim dilimizdə belə söz var, mama uşağıdır bu. Hərdən biz mama uşağı kimi yaşayır. 50 yaşımız var, amma mama uşağıyıq hələ. Adam mama uşağı olmaz, adam biraz müstəqil olar, şəxsiyyət olar, güclü olar, möhkəm olar. Hər şeydən şikayətlənmək, hər şeydən zarımaq, hər şeyi şişirtmək. Əleyhisselamın sözüdür, buyurur ki, mən Azumə siğarəl məsaib ibtəlahullah bikibari. Deyir ki, hər kim kiçik çətinliklər böyüdərsə, Allah böyülərə mübtəla edir. Sənə xırda çətinliyi verib, şişirdirsən ki, bu nə həyatdır filan, onda deyir, həyat sən neynir, aparır ondan ağıra ki, buna şükür eləyəsən. Deyəsən, o nə dərd deyildi ki, mən şişirtmişdim. Allah deyir, kiçik çətinliklər çıxanda böyütmə onları ki, böyülərə düşməyəsən. Kiçik çətinliklərin adını qoy ki, xırda məsələdir, düzələr şükür Allaha, yaxşı, nə olub ki? Bunu biraz diliyi məcbur elə bu sözü demək. Niyə görə şişirdirsən? Əleyhisselam buyurur ki, sən şişirtsən xırda şey, çətinlərə düşəcəksən. Ondan da ağırlara düşəcəksən. Şişirtmə, daha da kiçilt. Problemi kiçiltdirən ki, problemim var, Allahım ondan böyüdür, mən də ortadayam, meydandayam. İnşallah Allah mənə kömək eləyəcək, problemimi həll eləyəcək. Bunu bilən dilin çönsün denən, canın çıxmasın bunu deməyə. Bir kəlmə denən, bu şəkildə yanaş, onda görəcəksən ki, sən demə o qədər də çətin deyilmiş. Çətinlik yürüdür, amma sənin yanaşmaların çətinlikləri asanlaşdıra bilir.